Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün Rus mətbəxindən can rahatlığı ilə yeyə biləcəyiniz çox dadlı, ləzzətli, ən əsası dietik vatruşkilər bişirirəm. Bunun üçün bizə yağlılıq faizi az olan 300 qram kəsmik lazımdır. Kəsmiyi bir qaba əlavə edib, üzərinə bir yumurta və bir yumurtanın ağını əlavə edirəm. Sarısını isə ayırıb götürürəm. Daha sonra isə üzərinə fitin 2 ədəd şəkər əvəzedicisini əlavə edirəm. Yarım çay qaşığı qabartma tozu da əlavə edib yaxşıca qarışdırıram. İstifadə edəcəyimiz unu sizə göstərmək istəyirəm. Yulafdan hazırlanmış, tam sağlam və dietik yulaf unundan istifadə edəcəyik. 5 xörək qaşığı yulaf unu da əlavə edib xəmir yoğururuq. Əgər yoxdursa, düyü unundan və ya tam buğda unundan da istifadə edə bilərsiniz. Xəmir yapışqan olduğu üçün əlimizi azca suya batıraraq forma veririk və soba listinə yerləşdiririk. İndi isə içliyə hazırlayaq. Bunun üçün bizə lazımdır sadə yoğurt. Bunu böyük marketlərdən tapa bilərsiniz. Meyvəsiz və şəkərsiz sadə yoğurtdan istifadə edəcəyik. Yoğurtu bir qaba əlavə edib, üzərinə fitin 2 ədəd şəkər əvəzedicisini, yumurta sarısını və bir xörək qaşığı qarğıdalı nişastasını əlavə edib qarışdırırıq. Hazırladığımız qarışımı da üzərinə əlavə edib, daha sonra isə istədiyiniz meyvə ilə bəzəyə bilərsiniz. Mən üzərini moruq və şaftalı dilimləri ilə bəzəmişəm. Kim nə ilə sevirsə, onunla da bəzəyə bilər. Daha sonra isə sobada 180 dərəcədə alt-üst rejimdə bişiririk. Budur, artıq hazırdır. Çox ləzzətli, çox dadlı oldular. Mütləq yoxlayın. Səhifəmə dəstək olmağı isə unutmayın.